Hamınıza salam dostlar, kanalıma hoş gəlmisiniz. Bugünkü oyunumuz maşınalım satmaq oyunu olacaq. Kanalda bundan əvvəl bir bölüm çəkmişdim, onu görməyə bilərsiniz. Keçək oyunumuzun davamına. Uşaqlar, burada məqsədimiz maşın alıb satmaqdır. Bura bizim yatdığımız yer. Yəni burada günü keçirdə bilirik, burada günü təzələyə bilirik. Hələ ki özümüzün şəxsi maşınımız yoxdur. Mənim ofisdə yeni işçim var. O mənim yerimə maşınların yerin təmizliyinə baxır. Ofisimizi açaq. Biz bu maşınları sayta qoymuşduqmu? Məncə qoymuşduq. Satışda. 3 maşınımız var. 2944 pulumuz var. Bugün orada araba pazarı açıq. Biz təcili surətdə maşın satmalıyıq ki, maşın bazarından yeni maşın ala bilək. Baxaq. Mən belə fikirləşəm, maşınların qiymətini aşağı salmaq lazımdır. Satış qiyməti. Bu neçə almışıq? 7858 dollara almışıq. Bunu satışdan qaldıraq, yeni satış qoyaq buna. 8500 qiymət qoyaq ki, tez satılsın. Bitirmək lazımdır. Bunun da qiymətini haradasa 9500 eləsək bəsdir. Çünki bizə təcili surətdə maşınlar satıb pul qazanmaq lazımdır. Buna da 3500. Belə ümid edirəm ki, indi tez satılır. Baxaq, təzə müştərimiz varmı? Yoxdur hələ ki. O da bizim işçimiz. O bizim yerimizə ofisin təmizliyinə baxır. Deməli dostlar, biz belə bir şey elə bilərik. Burada ofisimizi yüksəldəcəyik ən əsası. Amma buna da çox pul lazımdır. Təcili sonra bu maşınları mən hələ ki yuya bilmirəm. Bu maşınları hələ ki yuya bilmirik. Maşın bazarına təcili surətdə. Əslində bir də maşın bazarına gedib dəyə bilərik. 2009 pulumuz var da biz maşın bazarına baxaq. Gedək ən azından vəziyyətə baxaq maşın bazarında. Ofisə müştəri gəlsə daha da yapın. Daha görək. 19785. Tez. Bizim de özümüze şahsına avtobüsden olacaq. Ofisimizdə müştəri. Hər iki maşını tez. Nə qiymət verilə versin satmaq lazımdır. Onu orada durur. Gəl, danış. Tap. Verdim. Verdim, sattım. Sən get. Gəl. Təcili surətdə bir maşın almaq lazım. Orada müdən qəşək baha maşın çıxartmaq fikrim var. Satıram. Siz necə olursunuz? 9500. Sattım. Tamam. Əla. Getdik. Təcili surətdə 24000 pulumuz olur. Təcili surətdə gedək maşın bazarına. Oradan qəşək maşın çıxartmaq istəyirəm bugün. Yəni bir dənə bahalı maşın alıb yoxlamaq istəyirəm ki, bahalı maşın baha qiymət alır. Nə maşınlar var? 24000. Üstdən belə baxaq. Allah bazar versin. Sən maşın temizləyir. Götürə bilərik. Mən Pradonun rəngi biraz. Rəngin dəyişər əslində Pradonu. Pradonu alsaq pulumuz az qalır. Bir dənə də məhəllə maşını var. Əla. 4000 pulumuz qaldı. Amma pulu güvəli qaldı. Yəni Pradonla belə yoxdur biz. Gedək Türkiyə. Olsun.
manatda bir sürməyə bunu 4000'ə verəsi deyil. Buna bir Corolla. Bahar bize ucuz maşın lazım. Buna Tofaş. Onun 8000 biraz baha dedin elə bir. Bir de bir şey fikir vermişim. Burada maşınlarda kit zat məsələsini deyir. Bu RAV4'dür mu? Deyəsən. Kit zat məsələsi var. Ola bilsin ki, maşınları tuning edib daha baha qiymətə sata bilərik biz. Yəni başa düşdüyüm odur. Sən də verməsən Cruiser. Gedək maşınımızı götürək. Onun maşının rəngini dəyişməyə tapır, maşını xərcləyərik. Görək daha baha qiymətə sata bilirik. Çünki bu qiymət bu rəngə düş. Neçə rəng vurursan? Cilala yox. Parça istəmirəm, araba rəng. Qara Prado. 1500'e kraskaladıq. Qəşəng parıltı verək. O qəşəng parıltı. Metalik nədir? Ona verdi, parça yoxdur. Vəsə, qəşəng maşınımız hazır. 1500, 3000'də belə xərclədik. Prado sənin altın dəyər. Güzel görək. Kitlər, təkərlik, işıqlandırması. O qəşəngdir ki. Buna qəşəng Xenona yaxın bir rəng vermək. Hansı işıqlandırmadır? Göy işıq qoyduq da bizim buna. Disklər yaxşıdır, təkər. Yığdıraq. Drift kiti lazımdır, bu Prado'dur. ABS-ini yığdırdıq. Axmasını yığdırdıq. İşıqlandırma təkər modifiyası. Sən hündür. Ya. Normaldur. Təkər biraz böyüdək. Sən də eyni variantda. Məncə qəşəng oldu. Maşınımızın gücünə baxmaq. Qəşəng. Ekrana qoyaq, bəlkə sata bilsək, gəlib maşın bazarına bir maşın yenə təcili sürətdə ararıq. Ofisi açdıq. Deməli, satılıq arabalar. 19785 almışıq, 3750 pul qoymuşuq. Ümumiyyətcə bizim 22, 23. Biz bunu qoyaq 26.000-ə. Məncə satılar. Çünki maşın video fazonu qəşəkdir. Qabaqdakı elə biraz əyri qalma məşğuluz. Biz hal-hazırda gözləyirik ki, bizə bir müştəri gəlsin. 26.000 baha olmadı inşallah. Məncə baha olmaz 26.000. Üstünə xərc qoymuşuq, kraskaladıq. Nəysə, baha oldu. Gəlib gedən olmadı. 26 yox, 25 endirəyəndə qiyməti. Biz əslində kredi də götürə bilirik. Nəysə, kreditlər də tezdir. Bunu satışdan qaldır. 25.000.
Bağla da ofisi səndən qonuşublar. Neyse ofis bağlanır. Gedək yataq. Sabah çoxuşuna bu maşını əridərik. Orada yeni drag maşınları gəlir. Açdıq ofisimizi. Ofis kirli, ofis təmizlənirdi. Aha, gəl. Gəl. Al, oradan keç. Sən biraz... Yox, bu qiymətə sərf eləmirək bizim. Elə bizə gələn qiymət istəyir. Amma gərək də satardıq elim. Sən normal qiymət ver. Al, hamımız oradan keçir. Arxasından gel. 25 min qiymətini var. Satdıq. Əla. Bunun qiyməti nasıl gəl görək. Rəngi yaxşıdır, ekspertiz raporu yoxdur. 47 min hal-hazırda. Satarsan, sən tez satarsan. Rənglər tutur. 10 min. Sən yəqin ki, baha deyərsən. 15 min pulumuz qaldı. Sən heç ucuz... Qoşaq. Yəni aldıq. 2 maşınımız oldu. 9 minimiz qaldı. 9 minə də bir maşın tapa bilsək, əla. Bunu göndərim. Axırda onu sürüb gedərik. Sən getdin. Get o dostların yanına get. Onu sürüb gedərik. Sən baha dedin. Sən deyəsən. Mənə 2-yə. Sən də baha deyərsən çox güman ki. Problemi çoxdur. ABS taxılı çox ucuz olamaz. Əla. 3 maşınımız oldu. Orada nə var idi? Yox, sən heç nə deməzsən. İndi mən səni sürürəm, gedirik gəyə. Gedək ofisə. Qaldım burada. O maşınımız bu dostların yanındaydı. Onu birbaşa bura göndərmişdik. Və maşınların hamısını gərək şey eləyəyim. Əslində şey var, maşınları göndərə bilirik. Bu pul istəyir. Maşına rəngləri eyni oldu. Yəni tez bizə məhliyə gedək. Bu da çox çeşitli. Bunları satışa qoyaq. $10.003 $10.000 almışıq. Yəqin ki 11.500-ə gedərsən. 6-9 6-9 səni 10.000-dən yuxarı satamaraq. Səndən az xeyir tutacaq. Sən 6, səni də
7500. Hələ ki saat neçədir? Sonuçlar gələ bilər. Saat hələ ki tezdir. Maşınımız oldu bizim. Gəlir biri. Hal aldı. Elə buradan danışıq. Yəni alıb aparasın yəqin ki bunu. Getdi. Sən indi aldın, maşını al götürsən sən. İndi aldın maşın. Çalışma ki eyni qiymətdən alıb gedəsən. Nereye bugün? Nereye? Yetti. Çok bir. Satır. 19 maşınımız oldu. Pulumuz oldu. Bir tane kaldı bu. Bəlkə bu maşını özümüzə saxlayıq. Bizə maşın lazım ola bilərmi ki? Məncə yox, məncə bizə maşın lazım olmaz. Gün bağlandı. Gün bağlandı. Şimdi bağlayaq, gedək yataq. Məncə videonu da burada sonlandıraq, çünki bu maşını satılmağı bir vaxt alır. Videomu burada sonlandıraq dostlar. Sağ olun. Görüşənə dək növbəti videolarda görüşərik.